Əleyhissalama zərbət dəyən kimi ilk görüşü İbn Mülcəmlə olur. İbn Mülcəm kimdir? O adamdır ki, Əleyhissalama qılıncla vurdu. Elə ki, Əleyhissalamı qılıncla vurdu, onu tutdular, gətirdilər Həzrət Əlinin yanına. Həzrət Əli məscidin mehrabının yanında uzanıb, öz qatilini tutub gətirdilər yanına. Elə ki, gözü ona sataşdı Əleyhissalamın, dedi, sən böyük bir cinayət elədin, böyük bir iş gördün. Dedim, mən sənə məgər pis imam olmuşdum, məni vurdun. Buyurur, məgər mən səninlə mehriban dördüm və sənə ehsan və yaxşılıq eləmirdim. Məndən yaxşılıqdan başqa nə görmüşdün ki, sən bu işi gördün? Bir halda ki, mən bilirdim sən mənim qatilimsən, amma yenə də yaxşılığımı əsirgəmirdim səndən. İstəyir səbəbini bildirə ki, niyə sən imamın qatili oldun? Onun bir səbəbi var idi. O da cəhalət və nadanlıq idi.